Salam, hər vaxtınız xeyir olsun. Bugün sizinlə ipək kimi zərif, dadlı, ləzzətli, cırılmayan, hər kəsin rahatlıqla hazırlaya biləcəyi bilincik resepti bölüşürəm. Bu bilinciklərlə istəsəniz tort və ya müxtəlif içliklərlə olan qəlyanatlarda, hətta səhər süfrələrində də hazırlayıb nüşədə bilərsiniz. Mən bu bilinciklərlə ləzzətli bir bilincik tortu hazırladım. İstifadə edəcəyim ərzaqlar 200 qramlıq stəkan ölçüsülə 4 stəkan otaq temperaturunda olan süd, 1 stəkan otaq temperaturunda olan su, üzərinə 4 ədəd yumurta, ardından üzərinə 50 ml duru yağ, 2 xörək qaşığı şəkər tozu əlavə edirəm. Mən qeyd etdiyim kimi bu bilinciklə tort hazırlayacağam. Bunun üçün də şəkər tozundan istifadə etdim. Siz ətli və ya tvaroklu olan bilincikdən hazırlayacaqsınızsa, o zaman şəkər tozundan istifadə etməyin. Azca duz əlavə etdikdən sonra yumurtanı süd və suyun içərisinə tam həll etdim. Ardından üzərinə 200 qramlıq stəkan ölçüsülə öncədən ələdiyim 300 stəkan un əlavə edirəm və yenə də mikserin aşağı sürəti ilə çalıram. Mikserlə çalmaq vacib deyil, yəni daha rahat olsun deyə mən mikserdən istifadə etdim. Siz çırpma telinlə də hazırlaya bilərsiniz. Nə qədər mikserlə çalsaq da içərisində azacıq da olsa un topaqları qalır. Bilinciklərin daha zərif, daha gözəl olmasından ötəri süzgəcdən də xəmiri keçiririk. O zaman içərisində bircə dənə belə olsun topaq qalmayacaq. Sizlər də bu üsuldan istifadə edə bilərsiniz. Xəmiri sona qədər süzgəcdən keçiririk. Sonda qaşıqla qarışdırıram. Xəmir tam süzüldükdən sonra geridə qalan un topaqlarını istifadə etmirik, qoyuruq kənara. Beləliklə bilincik xəmiri hazırdır. Duruluğu sizi qorxutmasın. Məhz bilincik xəmiri bu qatlıqda olmalıdır. Xəmiri gözlətməyə ehtiyac yoxdur. Bilinciki bişirəcəyimiz tavanı öncədən isidirik və bir çömçə əlavə edib tavanı əlimizə sanki yuvarlayırıq. Xəmir hər tərəfə eyni bərabərlikdə paylansın və orta odda bişiririk. Bişməsini hardan bilirik? Bişən zaman üzərində topucuqlar əmələ gəlir və kənarları azca qızarır. Kənarları azca qızardısa, bilinciki çevirə bilərik. Mən bilincik tavasından istifadə etdim. Əgər sizdə bu tavadan yoxdursa, yapışmayan hər hansı bir tavadan istifadə edə bilərsiniz. Digər üzünü çevirdikdən sonra bu qədər qızartmağa ehtiyac yoxdur. Azca rəngi dəyişdikdən sonra tavadan ala bilərik. Yaxşı olar ki, bişən bilinciklərin üzərinə dəsmal salaq. Ola bilsin bişdikdən sonra kənarları sizə azca qurumuş gəlsin. Yəni bundan qorxmayın. Üzəri əgər örtülərsə, sonda yumşaq, zərif, gözəl bilinciklər əldə etmiş olacaqsınız. Çox gözəl, möhtəşəm bir reseptdir. Qeyd etdiyim kimi bu reseptlə hazırlanan bilincikləri müxtəlif bişintilərdə rahatlıqla istifadə edə bilərsiniz. Bu günlük bu qədər. Hələlik.